Bəzi media subyektləri öz səhifələrində və sosial şəbəkələrdə Dövlət İmtahan Mərkəzinin Abituriyent jurnalının 12-ci nömrəsində dərc olunmuş 2025-2026-cı tədris ili üzrə tələbə qəbulu və ümumi təhsil müəssisələrinin buraxılış imtahanlarının nəticələrinə dair elmi statistik məlumatları manipulyasiya olunmuş formada təqdim edib. Bu barədə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin açıqlamasında bildirilib. Açıqlamada qeyd olunub ki, bəzi media resurslarında təcili, Azərbaycanda 200 tələbə vəfat etdi, şok, Azərbaycanda 200 tələbə vəfat edib kimi şişirdilmiş başlıqlardan istifadə edilməsi cəmiyyətdə süni ajiyataj yaratmaq cəhdi kimi qəbul edilməzdir. Media subyektlərini məlumat yayarkən, media haqqında Azərbaycan Respublikası qanununun tələblərinə, habelə peşəkar jurnalistika prinsiplərinə ciddi şəkildə riayət etməyə çağırırıq. Xüsusilə, statistik məlumatların şərhi zamanı onların mənbəyi, metodologiyası və konteksti düzgün izah edilməlidir. Bir daha xatırladırıq ki, ictimai əhəmiyyət daşıyan mövzuların işıqlandırılması zamanı məsuliyyətli və peşəkar yanaşma media subyektlərinin əsas vəzifələrindən biridir, deyə açıqlamada deyilir.